Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost TV-nin efirində xoş gördük hər birinizi. Dövlət Məşğulluq Agentliyi ilə Dost TV-nin birgə layihəsi olan iş saatını izləyirsiniz. Məşğulluq sahəsinə dair ən son xəbərlər və maraqlı bir mövzu ilə qarşınızdayıq. Bugün iş saatında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının fəaliyyətindən, filial tərəfindən icra olunan layihələrdən və planlaşdırılan işlərdən danışacağıq. Qonağımızla bir qədər sonra bu barədə ətraflı söhbətimiz olacaq. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Dövlət Məşğulluq Agentliyinin sədrinin Bakıda vətəndaş qəbulu keçirilib. Sonuncu kurs tələbələri üçün Start Karyera Akselerasiya proqramı başlayır. İnklüziv Karyera forumu keçirilib. Daha ətraflı həftənin xəbər xülasəsində. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Bakıda növbəti vətəndaş qəbulu keçirilib. Vətəndaş qəbulunda Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov da iştirak edib. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, özünü məşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub, müraciətlərdə qeyd edilən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin inklüziv məşğulluğa çıxış imkanlarını genişləndirmək və karyera inkişafını dəstəkləmək məqsədi ilə icra olunan İnklüziv İnkişaf Platforması layihəsinin yekunu olaraq İnklüziv Karyera Forumu keçirilib. Forum çərçivəsində peşəkar bərabərlik prinsipləri əsasında inklüziv məşğulluğun genişləndirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində inklüziv məşğulluq, əlçatan karyera imkanları, əmək bazarında bərabər iştirak, xüsusi qayğıya ehtiyacı olan şəxslərin peşə hazırlığı və sosial innovasiyalar kimi mövzular müzakirə edilib. İnklüziv İnkişaf Platforması layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün silsilə təlimlər təşkil olunub. Layihəyə 30 nəfər əlilliyi olan şəxs cəlb edilib. Seçilmiş 30 nəfər müxtəlif kateqoriyalar üzrə əlilliyi olan şəxslərin iştirakı təmin olundu. Biz şəxslərlə 9 təlim olmaqla şəbəkələşmə görüşlərində daxil olduğu bir prosesi başlatdıq artıq. Təlimlər müddətində problemin həlli, sual vermə bacarığı, adaptasiya, komanda ilə işləmək kimi müxtəlif mövzular üzrə müxtəlif ekspertlər tərəfindən təlimlər təşkil edildi. Eyni zamanda biz iştirakçılarımızın şəbəkələşmə bacarıqlarını da artırmaq üçün onları müxtəlif qonaqlarla görüşün təşkil etdik. 14 dekabrda məni çağırdılar, məni yazdılar. Orada aldığım məlumatlar mənə çox yararlı oldu. Bəzi məlumatlar vardı. Mən o məlumatları alaraq öz işlərimdə daha da irəliləməyə qayğı göstərdim. Hər nailiyyət qazandıqdan sonra mən insanlara daha da çox kömək eləməyə çalışmışam. Təlimlərin əsas xüsusiyyətləri ondan ibarət idi ki, burada təlimçilər əsasən nəzəri biliklərdən çox praktik xüsusiyyətlərə üstünlük verirdilər. Əsasən təlimlərin xüsusiyyətinə şəbəkələşmə, aktiv iş imkanlarında öyrənilən biliklərin necə istifadə olunması, effektiv ünsiyyət modellərindən ibarət idi. Təlim iştirakçılarımız olduqca maraqlı insanlar idi. Mən onları tanıdığıma özüm çox şadam və hazırda təlimdən öyrəndiyim bütün xüsusiyyətləri demək olar ki, hazırda aktiv iş fəaliyyətində aktiv şəkildə iştirak edirəm. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan Kadr İndeksi layihəsi bu dəfə Bakı Avrasiya Universitetində təqdim olunub. Təqdimat görüşündə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Eşkin Bayramov, Bakı Avrasiya Universitetinin prorektoru Sevda Rızayeva və hər iki tərəfdən aidiyyatı üzrə nümayəndələr iştirak ediblər. Bildirilib ki, Kadr İndeksi aləti tələbələrin əmək bazarına hazırlıq səviyyələrinin, eləcə də səriştələrarası balansın qorunması məqsədi ilə səriştələrin ölçülməsini təmin edən kompleks inkişaf layihəsidir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri üçün nəzərdə tutulmuş Start Karyera Akselerasiya proqramının icrasına başlanır. 4 ay davam edəcək intensiv proqram çərçivəsində iştirakçılara təcrübə yönümlü karyera planlaşdırılması və yumşaq bacarıqlar üzrə təlimlər, fərdi mentorluq sessiyaları, real iş mühitini əks etdirən simulyasiyalar və tətbiqi tapşırıqlar, işə götürənlərlə birbaşa ünsiyyət və şəbəkələşmə imkanları təqdim olunacaq. Proqrama ümumilikdə 30 tələbənin cəlb edilməsi nəzərdə tutulur. Akselerasiya proqramında iştirak etmək istəyən sonuncu kurs tələbələri ekranda gördüyünüz bölmədən qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 19 martdır. Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün bu həftə Lənkəran və Salyan rayonlarında əmək yarmarkaları təşkil edilib. Lənkəran, Astara və Şirvan Salyan regional məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 24 işə götürən tərəfindən ümumilikdə 130-a yaxın vakansiya təqdim olunub. Məşğulluğun təşviqi üzrə görülən işlər təkcə paytaxtla məhdudlaşmır. İşə götürənlərlə görüşlər, yeni əməkdaşlıq imkanları, peşə hazırlığı kurslarının təşkili və s. bütün bu işlər işğaldan azad olunmuş ərazilərimizdə də aktiv şəkildə davam etdirilir. Regionlarda həyata keçirilən tədbirlərlə davam edirik. İş saatını izləyirsiniz, hörmətli tamaşaçılar. Bu dəfə Mərkəzi Karyera filialının fəaliyyətindən və filial tərəfindən həyata keçirilən yeni layihələrdən danışacağıq. Ümumiyyətlə, hazırda hansı aktiv layihələr mövcuddur, qarşıdakı dövrdə nələr planlaşdırılır? Bu barədə daha ətraflı qonağımızla danışacağıq və iş saatının bugünkü qonağı Mərkəzi Karyera filialının müdir müavini Elvira Sadıqovadır. Xoş gördük sizi Elvira xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətiniz üçün, xoş gördük. Biz təşəkkür edirik gəldiyiniz üçün. Elvira xanım, Mərkəzi Karyera filialından danışırıq və agentliyin əsas mərkəzi filiallarından birisidir. Burada əsasən gənclərlə iş aparılır və olduqca maraqlı layihələr icra olunur. Bu mənada çox aktivsiz deyə bilərik. Amma istəyirəm layihələrdən danışacağıq. Əvvəlcə Mərkəzi Karyera filialının fəaliyyətindən danışaq. Hansı istiqamətlər üzrə filial fəaliyyət göstərir? Bu barədə ümumi bir məlumatlandıraq tamaşaçılarımızı. Öncəliklə təşəkkürümü bildirirəm dəvətiniz üçün. Mərkəzi Karyera filialı Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə yönümünə dair məsləhət xidmətlərinin həyata keçirilməsi və bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi işlərini görür. Adətən bizim hədəf auditoriyamız şagirdlər, onların valideynləri, məktəblilər, işsizlər və iş axtaranlar kateqoriyasında bölünürlər. Bu istiqamətdə bizim layihələrimiz də həmçinin qeyd etdiyim şəkildə hədəf auditoriyasına uyğun olaraq yönəlir. Mərkəzi Karyera filialı məşğulluq haqqında qanunun 22-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni peşə yönünə dair məsləhət xidmətlərinin həyata keçirilməsi və buna uyğun olaraq Nazirlər Kabinetinin 266 nömrəli qərarı əsasında, yəni fəaliyyətini davam etdirir. Mütəmadi olaraq əmək bazarının cari vəziyyəti, müasir trendlər nələrdir, işə götürənlərin maraqları,
yeni bacarıqlar, biliklə yanaşı hansı bacarıq tələb olunursa bazarda, bu istiqamətdə biz karyera planlamasını aparırıq, məsləhətlərimizi veririk və tədbirlərimizi də bu yöndə təşkil edirik. Çox düzgün qeyd elədiniz. Peşə yönümü də əslində Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən birisidir və mühüm aktiv məşğulluq tədbiridir. Biz mütəmadi olaraq izləyirik, şagirdlərlə, tələbələrlə, hətta onların valideynləri ilə Mərkəzi Karyera Filialı tərəfindən işlər görülür və müxtəlif layihələr icra olunur bu istiqamətdə. Sonuncu belə layihə də Start akselerasiya proqramıdır ki, hansı ki bir neçə gün öncə bu proqrama start verildi. İstəyirəm layihə barədə biraz məlumat verək. Bu layihə nədir, kimlər üçündür və icra olunmasında əsas məqsəd nədən ibarətdir? Ümumiyyətlə, Əsmər xanım, bizim bütün layihələrimizin fərqli adları var. Hər birinin bir fəlsəfəsi var. Sonuncu kurs tələbələri üçün nəzərdə tutulan bu layihənin əsas məqsədi odur ki, tələbə bitirir, universiteti bitirir və bazara özünü necə təqdim etməlidir. İşə götürənlər sırasında ən yaxşı, onun maraqlarına, dəyərlərinə uyğun olan şirkət, müəssisə hansıdır, seçim qarşısında qalır. Biz isə bu istiqamətdə bu layihəni ona görə başlatmışıq ki, tələbənin özünü tanıması, əmək bazarındakı ehtiyaclar nələrdir, onun komanda daxilində davranışı, effektiv ünsiyyət bacarıqları, emosional zəkası bu istiqamətdə özünün güclü tərəflərini bir kəşf etməsinə dəstək oluruq və bu prosesdə bitdikdən sonra onun işə götürənlər arasında maarifləndirmə xidmətini həyata keçirdirik. Ümumiyyətlə bu layihəmizdə 30 tələbə, müxtəlif peşələr üzrə 30 tələbə nəzərdə tutulub, təyin olunmuş meyarlar əsasında onların seçim prosesi həyata keçiriləcək. Artıq layihəyə start vermişik və o seçim prosesindən bitdikdən sonra bir 4 aylıq bir proqramdır. O proqramın 3 ayında bayaq qeyd etdiyim təlimlər, maarifləndirmə, karyera planlaması, mentorluq o cümlədən bunun içərisində daxildir. Növbəti bir ay içərisində isə işə götürənlərə yönəlik məsləhət xidmətlərinə dəstək oluruq. Biz də elə bir neçə gün əvvəl Dövlət Məşğulluq Agentliyinin saytında layihə ilə bağlı məlumat paylaşdıq. Elə yeri gəlmişkən deyim ki, ola bilər bizi izləyənlər arasında sonuncu kurs tələbələri var, ümumiyyətlə tələbələr var. Sual verə bilərsiniz ki, bəs necə qeydiyyatdan keçək? Dövlət Məşğulluq Agentliyinin rəsmi sosial saytına daxil olursunuz, dma.gov.az saytına. Orada xəbərlər bölməsində Start akselerasiya proqramı ilə bağlı bir press-release xəbər görəcəksiniz. Onun içərisində müraciət linki var və seçim mərhələsi də bir neçə sual əsasında belə başa düşürəm ki, tələbələr qeydiyyatdan keçə biləcəklər. Ümumiyyətlə, bu proqram çərçivəsində onları necə bir yol gözləyir? Çünki 4 ay çox qısa bir müddət deyil və müxtəlif orada onlar üçün hazırlanmış fəaliyyətlər var, təlimlər, mentorluq proqramı, işə götürənlərlə bağlı maarifləndirmə və s. Necə bir yol gözləyir onları burada və tələbələrdən, layihə iştirakçılarından əsas nə tələb olunur? Layihədə aktiv olmaları üçün və eyni zamanda bu 4 aylıq tempoya tab gətirmələri üçün. Maraqlı sualdır. Onları biz bu 4 ay prosesində, 4 ay müddətində həmin tələbələri əmək bazarına, rəqabətə davamlı yetişdirilməsində dəstək oluruq. Bundan əlavə onlar öz bacarıqlarını, kompetensiyalarını daha doğru tanıyaraq hansı yöndən işə götürənlərə özlərini təqdim etmələri və olduqları peşə və ixtisas sahəsində daha spesifik yerdən inkişaf etmələrinə biz bir dəstək oluruq, yol açırıq deyək. Əslində bir növ bu layihə iştirakçıları özlərini həm kəşf eləyəcəklər, həm də yeni bir yol onlar üçün açılacaq ki, əmək bazarına artıq bir start verə bilsinlər. Elvira xanım, həmçinin yeni bir son belə bir forum keçirildi. Ötən həftə idi, səhv eləmirəmsə. İnklüziv İnkişaf Platformasının yekunu olaraq İnklüziv Karyera Forumu keçirildi. Və ümumiyyətlə Mərkəzi Karyera Filialı tərəfindən icra olunan layihələrdə sosial cəhətdən həssas kateqoriyada olan şəxslər də unudulmur, onlara yönəlmiş də layihələr icra olunur. Forum necə keçdi? Həm də layihə haqqında məlumat verməyinizi xahiş edirəm. Forumumuz möhtəşəm keçdi. Biz orada işə götürənlərin, dövlət müəssisələrinin, o cümlədən əlilliyi olan şəxsləri bir araya gətirərək həmin o layihənin uğurla bitməsinə dair bir hesabatlılıq
deyərdim, təqdimatımız oldu. Həmçinin 30 nəfər müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin təlimlərə cəlb edilməsi, onların bərabər imkanlara doğru bir sloqanı adı altında bazara hazırlanmasında dəstək olduq. Ötən ilin dekabr ayından başlamışdı bu layihə. Bir 9 təlim əsasında yumşaq bacarıqlar yönündə və komanda işi, vaxtın idarə edilməsi, effektiv ünsiyyət bacarıqları qismində təlimlərə cəlb edilmişdilər. Həmçinin bir şəbəkələşmə görüşləri də olmuşdu. Özləri bu həmçinin onların CV-lərinin hazırlanmasında dəstək olduq və forumda onların bu təlimləri bitirilməsinə dair sertifikatlar təqdim edildi və həmin o hazırladığımız CV-lərin bir insan orada işə götürənlərin, yəni HR-lara bir təqdimatı həyata keçirildi ki, onları bazara intensiv şəkildə inteqrasiyasını həyata keçirməyə dəstək olduq. Elvira xanım, həm də Mərkəzi Karyera filialı tərəfindən işsiz və iş axtaran şəxslərə təqdim olunan əsas xidmətlərdən birisi də Alo Karyera dəstək xidmətidir. Bəli. Bu xidmətdən necə yararlana bilərlər və Alo Karyera dəstək xidmətinə müraciət edən işsiz vətəndaşlar, iş axtaran şəxslər hansı mövzular üzrə dəstək əldə edirlər? Onlara bu dəstəyi kim göstərir? Ümumiyyətlə bu proses necə təşkil olunur? Alo Karyera dəstək xidməti bildiyimiz kimi bu Dövlət Məşğulluq Agentliyinin sayt üzərindən, o cümlədən sosial şəbəkələr vasitəsilə qeydiyyatdan keçərək burada işsiz ola bilər, iş axtaran ola bilər, tələbə ola bilər, kateqoriyasından asılı olmayaraq istənilən bayaq qeyd etdiyimiz vətəndaşlar müraciət edə bilərlər. Onların qeydiyyatdan keçdikdən sonra biz onların qeydiyyat prosesini tamamlayırıq və fərdi konsultasiyalar təşkil edirik. Fərdi konsultasiyalar ehtiyac olarsa bir neçə dəfədən çox olur. Birinci növbədə biz onları tanıyırıq, maraqlarını, dəyərlərini öyrənirik, bacarıqlarının, bilik səviyyələrinə qısa olsa da bir qeydlərimizi götürürük və növbəti görüş üçün hazırlıq prosesini həyata keçirdirik. Bundan əlavə, biz onların CV-lərin hazırlanmasına yaxından dəstək oluruq. Müsahibəyə hazırlaşırlarsa, müsahibə hazırlığına dəstək oluruq. O cümlədən şagirddirsə ixtisas seçiminə dəstək oluruq. Tələbədirsə bazara necə hazırlaya bilərik? Hansı təlimlərə cəlb edilə bilər? Yəni biz tərəfindən olmasa belə öz şəxsi inkişafı ilə bağlı bir yol xəritəsi çəkirik deyək. Bu yol xəritəsində mütəmadi olaraq bizimlə əlaqə saxlayır. Yəni Alo Karyera dəstək xidmətinin bizim karyera məsləhətçiləri tərəfindən dəstək göstərilir və bazara maksimum hazır şəkildə təqdim olunur. Alo Karyera dəstək xidməti yəni tam olaraq ödənişsizdir. İstənilən şəxs bura bir neçə dəfə müraciət edə bilər. Burada heç bir say limiti yoxdur. Və yeri gəlmişkən qeyd edeyim ki, Mərkəzi Karyera filialının Instagram hesabı var. Elə Alo Karyera adlanır bu da və orada çox maraqlı kontentlər paylaşırlar. İzləməyinizi tövsiyə eləyirəm. Elvira xanım, filial tərəfindən başqa hansı layihələr icra olunur haqqında danışmadığımız? Biz hal-hazırda Çıraq layihəmizə start vermişik. Çox maraqlı layihədir. Bu da bizim regionlarda olan şagirdlərə real toxunuşlar etməyə çalışırıq. Onların karyera seçimlərində, maraqlarında olduqları yerlərə uyğun olaraq hansı ixtisasa sahib olmaq istəyirlər. Bu yöndə biz həmin o peşələrlə bağlı, ixtisaslarla bağlı məlumatlar veririk və onların özünü tanımasına dəstək oluruq. Ondan başqa bizim hal-hazırda peşə mentoru layihəmizə start vermişik. Burada çox maraqlı bir layihədir. Müxtəlif peşələrlə bazarı araşdıran zaman bilirsiniz ki, Mərkəzi Karyera filialı olaraq biz ümumiyyətlə dünya bazarını da araşdırırıq və 5 il sonra belə hansı peşəyə sahib olacağımızla bağlı, hansı peşənin daha üstünlük təşkil edəcəyi ilə bağlı artıq məlumatlar əldə olunur və bununla bağlı alətlər hazırlanır. Bundan əlavə bizim bir peşə mentoru layihəmiz start götürüb. Bilirsiniz ki, Mərkəzi Karyera filialı yerli bazarı araşdırmaqla yanaşı dünya bazarını da araşdırır və yekun hesabatlar nəticəsində hansı peşənin
5 il sonra, 10 il sonra belə trend olacağına dair bir araşdırma edirik və buna uyğun olaraq alətlər hazırlayırıq. Burada 10 peşə seçilib və müxtəlif universitetlərlə, Azərbaycanda müxtəlif universitetlərlə həmin o ixtisaslara sahib sonuncu kurs tələbələri, o cümlədən bitirmiş məzunlar da ola bilər. Onların universitetlərin mərkəzi karyera mərkəzləri ilə əlaqələr quraraq biz onlara həmin o tələbələrin mentilərin seçilməsində 10 peşə üzrə ümumilikdə 100 menti seçiləcək və 100 menti 10 mentor tərəfindən bir 10 görüş olaraq mentorluq proqramıdır. Çox maraqlı layihədir. Burada energetika mühəndisliyidir, data analitikadır, kimya mühəndisliyidir. Bu kimi sahələr üzrə mentorlar tərəfindən real olaraq görüşlər təşkil edilərək onlara maksimum dəstək göstəriləcək ki, hansı istiqamətdə irəliləməlidirlər, mövcud vəziyyətləri nə yerdədir, özlərini tanımaqlarında maraq dairələrini bir ortaya çıxardacağıq. Bu çox maraqlı layihədir və real toxunuşlarla nəticələnəcəyinə inanırıq və pilot olaraq ilk pilot layihələrimіздəndir. Hazırda onda iştirakçıların seçimi prosesi gedir universitetlər tərəfindən. Bəli, hazırda olaraq universitetlərlə danışıqlarımıza başlamışıq və onlara müxtəlif orada qoyulan meyarlar əsasında seçim prosesinə dəstək olmaqlarına xahiş etmişik. Bu da bir real toxunuşdur. Əla. Son olaraq bu layihə ilə bağlı bunu da dəqiqləşdirin. Mentorlar bəs Mərkəzi Karyera filialının karyera məsləhətçiləridir, yoxsa həmin sahələr üzrə seçilmiş mütəxəssislərdir? Onlar bizim müraciətimiz əsasında bizə verilən, bizim mentorlara qoyduğumuz bir müəyyən bir tələblər var ki, təcrübəsi, bazardakı yeri, mentorluq fəaliyyəti bu kimi meyarlar əsasında o mentorların Mərkəzi Karyera filialı tərəfindən seçilməsində iştirak edirik. Lakin bunu Mərkəzi Karyera filialının karyera məsləhətçiləri etmirlər, peşəkarlar edir. O zaman sahənin peşəkarları ilə tələbələr bir araya gətiriləcək, onlar prosesi birgə aparacaqlar. Qarşıdakı dövr üçün və yaxud da ki, yaxın dövrdə filial tərəfindən nələr planlaşdırılır, əsas hədəflər nədən ibarətdir? Bizim əslində, Əsmər xanım, layihələrimiz çoxdur. Qadınlara yönəlik layihəmiz var, Zərif Güc layihəsi, hal-hazırda ona start vermişik. Burada sosial həssas təbəqədən olan qadınlarımızın əmək bazarında bərabər imkanlarla, bərabər şərtlərlə bacarıqları üzərindən inkişaflarına dəstək olmağa çalışırıq. Bundan əlavə bizim bilirsiniz ki, böyük layihələrimiz çoxdur. Peşə Fest layihəmiz var bu ildə 11 regionda 15 peşə üzrə artıq bunun üzərində artıq fəaliyyətə başlamışıq. Filialın ən rəngli layihələrindən birisi. Bəli, ötən il 2025-ci ildə 95.000 şəxsə biz həmin Peşə Fest vasitəsilə belə deyək, maarifləndirici tədbirlərimizi həyata keçirdib və çatdırdıq. Çox maraqlı layihədir. Adətən şagirdlərin, valideynlərin və müəllimlərin maraq dairəsindədir. Real olaraq orada canlı olaraq şagirdlər o sərgi olaraq peşəkarların sərgilərini ziyarət edirlər və hansı peşənin real vaxt rejimində necə fəaliyyət göstərdiyini görürlər. Burada bir sıra dövlət rəsmiləri ilə yanaşı, həmçinin regionların da məşğulluq filialları yaxından iştirak edir. İxtisas bələdçisi layihəmizə mart ayında start veririk. Ötən il 13.290 şagirdə toxunmuşduq. Bu il isə 14 müxtəlif regionlar üzərindən Naxçıvan Muxtar Respublikası daxil olmaqla, həmçinin Bakının regionları olmaqla 113 məktəbdə biz ixtisas bələdçisini layihəmizi həyata keçirəcəyik. 9, 10, 11-ci sinif şagirdlərinə onların ixtisas seçimində, peşəni tanımaqlarında, özlərini tanımaqlarında yaxından dəstək olacağıq və bunu Mərkəzi Karyera filialının bütün əməkdaşları bir mənalı olaraq içimən özüm daxil həyata keçirəcəyik. Bundan əlavə bizim Karyera Məsləhətçiliyi İnstitutu layihəmiz başlayacaq. Burada, bu da pilot layihələrimizdən biridir. Məqsəd bu layihənin həyata keçirilməsində
regionlar üzərində bütün Azərbaycanda regionlarda fəaliyyət göstərən karyera məsləhətçilərinin vahid standartlara uyğun olaraq vətəndaşa xidmət göstərilməsini təmin edilməsi, o cümlədən onların peşəkar inkişafında yaxından iştirak etməkdir. Bundan əlavə bizim HR Community layihəmizdə mütəmadi olaraq keçirilir. Bu layihədə HR-ları biz dəvət edərək filialımız tərəfindən həyata keçirilən layihələrimiz barəsində məlumatlandırma və onların bir-birini tanıması, o cümlədən toxunduğumuz, verdiyimiz peşə yönümünə dair məsləhət xidmətlərini onlara tanıtmaqdır. Biz bundan əlavə universitetlərin karyera mərkəzləri ilə yaxından əməkdaşlıq edirik. Kadr indeksi adında bizim bir layihəmiz var. Bu layihədə ikinci kurs tələbələrinin hal-hazırki vəziyyətini, yəni cari vəziyyətinə dair onların meyarları, göstəricilərini biz müxtəlif üsullarla bir aşkarlayırıq, yəni və onların bazara hazırlanması istiqamətində bir yol xəritəsi çəkirik. Bununla biz bu layihə içərisində karyera mərkəzləri ilə yaxından əməkdaşlıq edirik. Məqsəd isə tələbənin sonuncu kursda deyil də, ikinci kursda artıq bacarıqlarının fərqinə vararaq öz seçdiyi ixtisas yönümündə nələr lazımdır. Yəni, həmin o ixtisasın tələb etdiyi digər bilikləri əldə etməsi üçün bir vaxt qazanır. Və universiteti bitirəndə artıq işə götürənə rahat şəkildə müraciət edəndə CV-sində qeyd olunan məlumatlar onu seçimlər içərisindən önə çəkir və işə qəbul olmasında bir rahatlıq yaradır. Bundan əlavə Əsmər xanım, bizim Gələcəyin Peşələri Sammiti bu ildə layihə olaraq həyata keçiriləcək. Ötən ildə olduğu kimi bu ildə Naxçıvanda və Bakıda reallaşacaq bu layihə. Layihənin əsas məqsədi gələcəyin əmək bazarına hazırlıq, hansı peşələr trend olacaq, hansı peşələr öz əhəmiyyətini itirəcək. Bu istiqamətdə panel müzakirələri reallaşacaq. Təşəkkür edirəm sizə Elvira xanım gəldiyiniz üçün. Layihələriniz olduqca çoxdur. Hər birində uğurlar arzulayırıq. Layihələrin çox olması bizim üçün də çoxlu informasiya deməkdir ki, izləyicilərimizə, tamaşaçılarımıza çatdıraq. Uğurlar sizə. Təşəkkür edirəm dəvətiniz üçün. Yenidən görüşmək ümidi ilə. Biz təşəkkür edirik. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz və biz bugünkü efirimizdə Mərkəzi Karyera filialından və filial tərəfindən icra olunan layihələrdən danışırıq. Mərkəzi Karyera filialının fəaliyyəti eyni zamanda Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan digər layihələr barədə məlumatları həm Dost TV vasitəsilə operativ şəkildə, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin sosial şəbəkə hesabları vasitəsilə əldə edə bilərsiniz. Və bayaq da qeyd elədiyim kimi Mərkəzi Karyera filialının Alo Karyera adlı Instagram hesabı var. Həmin hesab üzərindən də çox maraqlı məlumatlarla tanış ola bilərsiniz. Özünüzü qoruyun. Növbəti həftə yenə iş saatında görüşəcəyik. Hələlik.